Axşamınız xeyir. Necəsiniz? Mən sizə bir ritel verəcəm ki, evinizdə ruzi bərəkət artacaq. Bir gül qabı yarısı bir, torpaq yarısı bir götürsünüz və bir çay qaşığı kərəviz toxumu, çox deyil, bir çay qaşığı bəsdir, səbsiz gül qabını içine ve torpaq əlavə edirsiniz. Altına nəlbəki və ya boşqab qoyursunuz. Su əlavə edirsiniz. Su əlavə edənə deyirsiniz ki, ruzi bərəkət evimdə, işimdə, həyatımda əksik olmasın. Bu cür sularısınız və mətbəxdə bir yerə qoyursunuz. Kərəviz toxumu neçə gün ərzində cücərsə, deməli o gün ruzi bərəkətiniz artacaq. Videomu beğenmeyi, videomu paylaşmayı, kanalıma abone olmayı unutmayın. Özünüze yaxşı bakın. Bay bay.